vaxtınız xeyir olsun dəyərli tamaşaçılar. Nəsə intizarda olan adam oxşayırsan, nəsə həsrət çəkən adam oxşayırsan. Xoş görüşmüşük. Bəli, dəyərli tamaşaçılar, bugün də çox fərqli bir Mikail'la 5 gün şousu olacaq. Hər vaxtımız xeyir olsun. Fərahimiz burada. Talih görəcəkdi də, talih görəcəkdi və biraz bundan öncə də bir həkimlərlə bağlı bir söhbət elədik və xoş xatirələr yada düşdü. Eyni zamanda Maqaburda kollektivimizi salamlayırıq və başlayırıq. Elə çox maraqlı qonaqlarımız var ki, ilk olaraq mən bir 2 saat bundan öncə gələn Günlarə Qarabağlını salamlayıram. Günlarə, bugün də fərqli geyinmisən, xoş gəlmisən, səfalar gətirmisən, gəl, gəl. Qonaqlarımızın hər birini dəvət eləyək. Daha sonra yaman qızğın söhbət gedir. Pərviz, nə söhbət eləyirsən orada? Nə danışırsan orada? Darıxma da, darıxma. Kimdən küsmüsənsə, mən burada barışdıracağım. Kimdən barışmısansa, mən səni küstürəcəm. Pərvizi də qarşılayaq, xoş gəlmisən. Neçə gün bundan öncə də bir oğlanı gördüm digər bir verilişdə. Mən orada bir rastıma çıxdı sosial şəbəkədə. Dedim ki, nə olar? Sonradan dedilər ki, sənin də verilişinə gələcək. Dedim, xoş gəlib. Səfalar gətirim. Nə olar? Bu Ramil də Mikail'in 5 gün şousuna gəlsin. Xoş gəlib, səfalar gətirim. Bir var, oxuyasan məktəbi, təhsil alasan, bir də var ki, ocağın özü məktəb ola. Sözün əsl mənasında məktəb ola da, yəni onun təhsilini almasan da belə, sən o ocaqda böyümüsənsə, babandan, atandan, onu görmüsənsə, o təcrübə sənə bəs eləyir ki, sən incəsənət aləminə birbaşa daxil olasan. Allah çox dəyərli magikan sənətkarlarımıza rəhmət eləsin. Məlik Dadaşov bugün Azərbaycan filmində, Azərbaycan kinosunda, eləcə də Azərbaycan mədəniyyətində unudulmaz, əvəzsiz Rafael Dadaşov, Allah hər birinə rəhmət etsin və bugün mən o ocaqdan gələn, çox sevdiyim, özü də bilir ki, onun xətrini çox istəyirəm, Səidəmiz buradadır, amma Səidəmiz mahnısı ilə gəlsin. Ay Səidə, gəl, gəl, xoş gəlmisən, səfalar gətirmisən. Ey mənim cismim, ey mənim ruhum, səbəbi bilməyən, nədənsə sönməyən Allah var, heç vaxt dinməz. Ey mənim sevincim, ey mənim kədərim, duyğular mislərim, həyatımı rəngiləndirən ağ və qara rəngim. Zərrəyəm, həm sonsuz dəryayam, bu dünyaya gəlib gedən yolcuyam. Biraz sükutam, biraz fəryadam, biraz gerçəyəm, biraz yalanam. Məğlub olub yenə ayağa qalxaram.
yazım. Değişen fəsillərin soyuğunda, dolub istisində isindim. Mənə özümü tapdıran dərdim, sevincim, həyatımın aynası, rəngim. Həm zərrəyəm, həm sonsuz dəryayam. Bu dünyaya gəlib gedən yolcuyam. Biraz sükutam, biraz feryadam. Biraz gerçeğim, biraz yalanam. Məğlub olub yenə ayağa qalxaram. Bəli, pozitiv enerji ilə gəldik. Gəlmisən. Əyləş və mən ürəyimdən nə keçir? Nə keçir? Ramil ilk dəfədir gəlib deyə. Ürəyimdən bilsən nələr? Görəcəksən. Bu mahnını həvalə etdi və mənə hədiyyə etdi və miksini də mən Rövşən Muhammedə təşəkkürümü bildirirəm. Qonaqlarımızın hər birini salamlayıram. Ramil ilk dəfədir gəldiyinə görə, ona görə də istəyirəm ki, bu məqamda bir dəyərli qardaş kimi, dost kimi Ramilə yox Gülnarəyə söz verəm. Buyur Gülnarə, səhnə sənin. Sən yaxşı oğlansan, amma gəlişim. Buyur, səhnə sənin. İndi Ramil ilk dəfədir, öyrəşəcək mənim. Çətini öyrəşənə qədər. Gülnarə buyursun meydana. Elvin, yazmışdım axı sənə, yazmışdım sənə. Bir arada telefona bax.
duası ilə qayıdış etdik. Qonaqlarımızın hər biri xoş gəliblər, səfalar gətiriblər. Ofeliya Şabanova, Pərvizi biraz bundan öncə salamladıq və rəqs eləyə Ofeliya da, Mehriban da daxil oldular. Var olsunlar. Mehriban, sən bilirsən ki, hər zaman bax, Ofeliya kimi gözüm üstə yerim var. Dünənləri Ofeliya dedi ki, və sonra Ofeliya xanımla bərabər bir işimiz var. Dedim ki, gözüm üstə yerim var. Sən gəl, sən onu soruşma. Necə ki, Səidə soruşmur. Gəlir, istənilən vaxt. Necə ki, Ofeliya soruşmur. Alışmışam, soruşmayıb verilişə girməkdən xoşum gəlir, yəni əslində. Vallahi, Alışqanam mən elə birazdan şeylərə. çaylarımız da olacaq. Birazdan çaylarımız da olacaq. Bəli. Amma bahalı konfet daha baxıram, pis deyil, pis deyil. Bu, Pərviz demişəm, pis deyil. mən deməli, ifa zamanı Ramil Gül kimi mahnı oxuyur, fikrim qalıb burada. Nə olub? Qoçay gəlsin sonra da, nə olub? Yemişəm. Nə Mən olub? 2 dənə yemişəm, boynum Allah. Ramil, xoş gəlmişsən. Kağızlarda nəyə dabında? Ya görək Ramil hansısa bölgəmizdən gəlmişsən, yoxsa özün burada yaşayırsan? Bakıda olmuşam, amma əslən lirik. Hə, lirik. Salamlar olsun lirikə. Və elə bu yaxınlarda lirikdə çox gözəl məni qarşıladılar. Çox gözəl, var olsun. Allah bütün balaları xoşbəxt eləsin. Azərbaycanın hər tərəfində toylu büsatlı günlərimiz olsun. Efirlərdə mən görməmişəm səni, yəni çox görməmişəm. Yeni çıxmışam. Yeni. Neçə vaxt oxuyursan? Mən 2001-2003-cü illərdə muğam sinifində Qarıxan Behbudovla təhsil almışam. Sonra Can Əli müəllimlə, Əkbərovdan, Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Onlardan dərs almışam, amma uzun illər oxumadım. Niyə? Müəyyən səbəblər oldu, oxumadım. Hansı səbəbdən? Biraz imkansızdıq. İmkansızdıq. Yəni, belə də indi imkanlaşmısan gəlibsən? Biraz pis deyil. Hardan tapmısan küpü? Yox, soruşuram da, qoy soruşum. Bəlkə varlıdır, onda deyəcəm, lap xoş gəlmişsən. Qardaş, Bəlkə toylardan, pulludur. tədbirlərdən hardan Allah tapacaq yetirir də. Necə? Allah yetirir. Şükür Allah. Allah hər kəsin ruzusunu yetirsin. Ay, Ofeliya, necəsən? Sən o gündən bu yana, Ofeliya ilə bir neçə gün bundan öncə biz paytaxtda olan Şadlı saraylarının birində Demə, qardaş, deməli, musiqiçilər və aparaturçik deyirlər də, aparatı işlədən. Yəni, bildiyiniz 6823 nəfərə bir əl mikrofon gətirmişlər. Və apar at idi. Apar at. Deyir ki, deyirəm filan, deyir, yox bu dinakortdur. Deyirəm o antrikotda axı dinakort deyil. Antrikot da dadlı idi ya bu arada. Yəni uşaqlar, yəni açıq deyəcəm, yəni mən bunu gizlətməyəcəm. Düzdür, indiyənə qədər həmişə mən fonoqrama oxuyanları tənqid etmişəm, öz payıma deyirəm. Mən çox böyük səhv etdim, bilirsiniz niyə? Məcburiyyətdən oldu da. Deməli, bu ifaçıların çoxsu fonoqramanı yazıqlar məcburiyyətdən oxuyurlar. Niyə? Girirsən, 6-7 nəfər yığılmışsınız, demişdim, biraz belə danışmayacam, görürsünüz, bax, yenə özümdən çıxıram. Yəni, səs rejissor, əgər aparatı işlədə bilmirsənsə, toya nəyə gəlmirsən? Sən orsan 100 dənə söz deyiləcək. Orada Rəhimin yeri göründü də. Ay qardaş, hansı dövrdür 2 kolonka? Efirdə ola bilər 2 kolonka. Çünki bu efirdir, çox da yığa bilmər, çünki çox səskü lazım deyil, efirdə yəni qəbul olunmur. Amma əgər toyxanadsa, toydsa burada 300-500... Andolsa Mikail, sən şahidsən də qardaşım. Şahid edim. 2 dənə kolonka, 100 dənə musiqiçi, ayıbdır. Ayıbdır, belə şeylər eləməyin, Allah haqqı. Səs rejissorlar, siz hara baxırsınız? Belə, mən sözümü deyəcəm özə mikrofondan bu gündən sonra. Yaman gündə mikrofonu versəz, mən toyda birbaşa deyəcəm, ay filan kəs, adını çəkib. Sən işlədə bilmirsənsə səs rejissor, işlətmə. Mən birbaşa deyəcəm, istəyir efir olsun. Amma hər halda, amma burada bax, ay Mikail, nə rahatdır, bax, səs rejissoru. Rəhim televiziyanın içində olan adamdır. Deməli, oldu keçdi. Qonaqlarımızın hər birini bir daha salamlayıram. Gülnarə 2 saat öncədən gəlir, çünki mən danışmışdım ki, yollar tıxacdı. Yolların tıxacını da harada gördüm. Mehribanın... Gülnarə qaçdı, Gülnarə gözdür. Mehribanla mən danışanda səhər tezdən bildiyiniz Zabrat şosesindən tutulmuş Babək prospekti. Hər tərəf tıxacı idi. 1 saat Babəkdə qaldım. Bilirəm, 1 saat Babəkdə qaldım. Ondan sonra biraz yol açıldı şəhər tərəfdən. Mən salona gedə bilmədim. Salona gedə bilmədim, verilişdən sonra gedəcəm. Hə, yəni o dərəcədə. Fəxri Xiyabanın yanından piyada ayaqla space-ə İndi nəyi demək istəyirəm? Bircə, dostlar. Nəyi demək istəyirəm? Bircə dəqiqə, Ofeliya xanım. Deməli, tıxacda indi bekarçılıq idi deyə gördüm artıq maşınlar irəliləmir, Pərviz. Girdim
ki adların mənalarına baxdım. Gördüm adımın mənası o Mikail, Allahın mələklərindən birinin adıdır. Hə. Sonra gördüm ki, mehribanlıq yaradan mənasını verir Mikail. Odur ki, mehribanlıq əgər mehribanlıqdırsa, bu adı mənə yəqin səhv qoyublar. Niyə? Mehriban olmalı. Niyə? Əslində Əzrail olmaydı, Mikail olmuşam. Mikail olmuşam. Niyə? Niyə? Deməli, Gülnarə çox qəşəng oxudu, ay Tovuzlular. Hə. Sonra bir vaxt, yaxın keçmişdə mənim əzizim, dünən də mən özü burada yox idi ki, heç bilmirdim bugün gələcək, amma dünənləri YouTube'da dedim, baxmamısan, yaxşıya baxmırsan, pislərə baxsın. Deməli, Mehriban burada zirvələrdə duran qartal. O mahnını ifa eləyəndə, hədə canlı ifa eləmişdi və Humay İmran qızı, yəni söz yazarı, zəng elədik, dedi ki, mən istəmirəm bu mahnını vermişəm Lətvə Çeşməliyə. Hə, düz deyir, haqlıdır. Az sonra Lətvə Çeşməlini də bağlayacağım efirə. Amma indi Gülnarə ki, Aytovuzlar mahnısını oxudu, o mahnını, Aytovuzlar mahnısını Lətvə xanımın ifasında eşitmişik. Bir neçə gün bundan qabaq. Bircə dəqiqə. İlk ifası. Aha. Yox, nə olsun, amması var. Amması. Yo, nə olsun deyil. İcazə alınmalıdır əslində. Mən icazə aldım. Bircə Mən dəqiqə, mikrofonu heç sakit kimə olaq. Sən də oxumusan. Bircə dəqiqə. Alo. Bəli. Salam belə ki, hər vaxtınız xeyir olsun. Aleyküm selam, xeyir vaxtınız xeyir olsun. Humay xanımdır. Bir də Bəli, səs Mikail verin. bəy, Humay xanımdır. Humay Hər vaxtınız xeyir olsun Humay xanım. Necəsiz? Hər vaxtınız xeyir olsun. Çox sağ olun. Siz necəsiniz? Sağ, yaxşısınız. Şükür Allaha, min şükür. Salamlayır Mehriban Qəmbərova sizi, Səidə xanım Dadaşova sizi, Gülnarə Qarabağlı, Ramil dostumuz ilk dəfə də gəlib. Çox gözəl də bir mahnı ifa elədi. Qulaq yaddaşımız olan, unuda bilmirəm mahnısını, gözəl də ifa elədi. Bunu deməliyəm. Pərvizdəki o... Pərviz, Ofeliya Şabanova, hər biri buradadılar. Və bir şey sizdən soruşum. Mən də üzr istəyirəm, mən də qonaqlarınızı salamlayıram. Hamısı bir-birindən dəyərli səsdir, dəyərli, gözəl insanlardır. Hər birinin uğurları bol olsun. Hər biri çox sağ ol deyir sizə və Ofeliya xanım xüsusi olaraq can deyir. Canı cənnətə təşəkkür edirəm. Yaxşı, Aytovuzlar mahnısını Lətvə xanım Çeşməlinin ifasında eşitmişəm. Yəni, şəxsən mən öz adıma söyləyirəm. İlk ifaçıdır, bəli. İlk ifasıdır. Yaxşı, amma eşitdiyimə görə siz narazısınız. Nədən narazısınız ki, mən bu mahnını çox heyf ki, Lətvə xanım Çeşməliyə təqdim eləmişəm, amma əslində Gülnarə xanıma təqdim eləməliymişəm ki, o qədir bilir. Niyə belə demişsiniz? Yox, mənim burada sözüm Ofeliya Şabanova idi, Mikail bəy. Aha. Ofeliya xanım, Ofeliya xanımın sənətinə, şəxsiyyətinə böyük hörmətim var, gözəl insandır. Canım, təşəkkür edirəm. Mənim üçün də yenə də dəyərli insandır, əzizdir. Sadəcə mənim Ofeliya xanıma sözüm odur ki, mən dəfələrlə zəng də elədim, zənglərimə cavab vermədi, xəbər də göndərdim. Sadəcə Ofeliya xanıma bildirirəm ki, yəni Aytovuzları, məsələn, xalqımız dəyər verib, trend oldu, Mən oxumamışam sevildi. o mahnını. Mən toyda oxumuşam o Amma siz onu elə bir mahnını. yeni aranjmanda, elə bir Ofeliya xanım, onu yeni aranjmanda Yox, yazdı. qətti. Heç bir zaman oxunmuş mahnını Ofeliya Şabanova heç vaxt oxuyub efirdə heç vaxt onu oxumaz. Mən nə var, o öz aranjmanında, mən onu toyda oxumuşam, bir də Tovuz'daydım, orada tez-tez ora dəvət alıram, orada oxumuşam. Ofeliya xanım, üzr istəyirəm, siz onu elə bir yazdırıb restoran açılışında oxumusunuz. Yazdırmamışam, Onun olduğu şəklinə mövzusun yazdır. üstündə oxumuşam əlbət, burada nə var ki? Amma ki, Ofeliya xanım, məsəl üçün, Can. toylarda oxusanız, toylarda hamı oxuya bilər. Aha. Mən qadağa qoymuram. Çünki xalqımız sevir, Əcəb trend olub, edirsiniz, bəli, dəyər bəli. veriblər. Can, O hamı oxuya bilər toyda. Amma bunu, məsəl üçün, sözləri yazdırıb, məsələn, konsertdə, restoran açılışlarında oxuya bilməz. Çünki mənim dövlət qanunu tərəfində bütün şeirlərimə müəllif hüququ var. Onun hamısı mənə məxsusdur. Yəni, mən özüm 13 kitab müəllifiyəm. Bütün şeirlərimdə müəllif hüququ var. Yəni, demək istədiyim odur ki, Ofeliya xanım,
Məsələn, zəng edib deyə bilərdiniz ki, Humay xanım, mən oxumaq istəyirəm, icazə verin. Mən də sevə-sevə deyərdim, hə, halal xoşun olsun. Ay oxuyun. bacı, açılışda toyda heç bir zaman qoy Mikail. Yaxşı. Yaxşı, bəs Humay xanım, siz zəng eləmişsiniz, sizin telefonlarınıza cavab verən olmuyor. Bəli, bir nəfər cavab verdi, prodüser idi xanım. Mənə qayıtdı, dedi ki, siz şükür eləyin ki, Ofeliya xanım sizin sözünüzü oxuyub tanıtdırıb. Mən müəllif olaraq niyə şükür etməliyəm ki, buradan demək istəyirəm, mənim sözüm xalq dəyər verib, Lətifə xanım da oxuyub ilk ifaçıdır, trend olub və xalq tərəfindən də sevilir. Yaxşı, indi yox, Ofeliya xanıma getdi söhbət. Dostlar, bircə dəqiqə. Yaxşı, bunu amma demişsiniz ki, mən Lətifə Çeşməliyə naxaq mahnını təqdim eləmişəm. Ona görə də Gülnara, buyur, sən oxu mahnını. Yox, mən Gülnara xanımdan belə tanışlığımız oldu ki, o məclislərdə oxuyurdu Ayta Oğuzlar və təsadüfən canlısı qabağıma çıxdı. Və orada bildirim ki, dediniz ki, oxu. Mənəm, Humay İmran qızı. Və Gülnara xanım da dedi ki, icazə versəniz, mən bunu oxuyum. Dedim, halal xoşunuz olsun, oxuya bilərsiniz. Yaxşı, bəs niyə Lətifə Çeşməlidən narazısınız? Lətifə xanımdan narazılığım yoxdur. Sadəcə söz mənə məxsusdur. Yəni söz müəllifindən caz almalıdır. Yəni aranjmanı olsa hə. Anladım. Niyə Lətifə Çeşməlidən siz narazısınız? Narazılığım nəyə ola bilər ki? Narazılıq mən demədim axı. Yox, siz demişsiniz ki, ay Humay xanım. Siz dediniz ki, biz indi canlı yayımda. Siz dediniz ki, demişsiniz ki, bəs yazdırıb, gedib o mahnını yazdırıb Lətifə Çeşməli və Lətifə Çeşməli bu mahnı ilə tanınıb. Amma Lətifə xanım da deyir ki, mən baş tartı ilə tanınmışam. Siz də ondan razılaşmırsınız. Bəli, mən zirvələrdə Duran Qartalla tanınıb da, efir olsun, yəni dünyaya da, yəni zirvələrdə Duran Qartalla tanınıb. Mən burada səhv bir söz demirəm ki, haqq tərəfdən olanı deyirəm də, Mikail bəy. Zirvələrdə Duran Qartalla tanınıb. Səidə, bircə dəqiqə. Yaxşı, bircə dəqiqə. Deməli, siz narazı deyilsiniz Lətifə xanımdan? Narazılıq deyəndə ki, yəni dediyim odur ki, yəni ki, zirvələrlə tanınıb, yəni bütün efirlər də deyir və onu Lətifə xanıma da bildirib, Lətifə xanım özü də deyir deməyinə. Amma bir dənə mənim sözüm Ofeliya xanıma odur ki, yəni icazəsiz, yəni oxumayın da, yəni icazə... İşiniz Ofeliya xanımdan deyil, hə? Mənim sözüm bir şey Ofeliya deyim, xanıma. sonra biz qadınıq, mən heç vaxt kimsə qəlbini qırmaram. Ümumiyyətlə, mahnıdan, bax, canlı mən onu restoranda da oxuya bilərəm, toyda da, efirdə də, onu heç vaxt qadağa qoyula bilməz. Əgər mən 24 ilin sənətçisiyəm, mən çox gözəl anlayışım var. Can, çox sağ ol canım gözüm, bax. Amma... Cancan deyib bir-birini yıxıb sürüyorlar. Yox, mən bir qadının heç vaxt qəlbini qırmam. Yox, ümumiyyətlə də yəni... Belə baxma, kişilər deyirlər ki, kişilər tərəfə danışır. Ofeliya xanımın qəlbini qıracaq sözlər demərəm, çünki o mənim şəxsiyyətimə yaraşmaz. Sadəcə bildirirəm ki, Ofeliya xanım, yəni siz mənim zənglərimə cavab vermədiniz. Mənim vaxtım yoxdur axı, köməkçim var, prodüserim var, danışırım, rəviz nəsil deyil. Desəniz ki, Humay xanım, mən bilməmişəm, mən bunu stüdiyada yazdırmışam. Yəni halallığını verin, oxuyum. Yox, əgər toyda, restoranda, efirdə mahnını, əgər müğənni kimisə mahnısını oxuyursa, o söz yazardan icazə alınmır. Əgər mən onu fonoqrama yazdırıb efirdə oxuyacamsa, onda icazə alınır. Mən də sözümün canı var, Mikail. Heç bir zaman mən kimləsə icazə alıb mahnısını oxumayacam efirdə. Bu mənəm, Ofeliya Şabanın Ofeliya xanım, deyir ki, səhv oxumusunuz mahnını. Ay, vurğularını düzəltmişəm, Nabulat yazdım. Orada gəlim evinizə deyirsiniz, amma orada gedək elimizə. Amma yenə bir kəlmə də dəyişsə, yenə müəllif hüququnda dəyişilmir söz. Yenə qanun olaraq, müəllif olaraq yenə mənəm. Dediyim odur ki, orada kəlmə dəyişmir. Gəlin bu məqamda da mən bircə dəqiqə hərbi xidmət vaxtlarımı yadıma salım və deyim ki, sizin haqqınızda indi Ofeliya xanım mikrofonsuz dedi deyə mən eşitdim. Əskərdən qalma adətdir məndə. Deməli, Ofeliya xanım dedi ya, o dedi. Dedi ki, mənim Humayın reklamına ehtiyacım yoxdur. Mən kimə reklam verirəm, daha qəşəng dedim, niyə yalan deyirsən? Hə? Mənim də, Mikail bəy, mənim də reklama ehtiyacım yoxdur. Yox, sizin var. Vallahi Humay xanım, qurban sizə, gözəl bacım. Vallahi sizin var. Çünki siz hələ tanınmış şairə deyilsiniz, tanınmalısınız. Mənim reklama nəyə ehtiyacım var? Ofeliya, yox. Yox, xahiş edirəm. Yox, xahiş edirəm. Telefonda danışırlar. Deməli,
Ofeliya, mən telefonla danışıram axı. Telefonla danışıram axı. Baxın, görürsünüz, hörmətsizlik eləyir da. Olmaz axı, mən sizə hörmətlə yanaşıram. Mənim reklama ehtiyacım yoxdur. Mənim mahnımı, sözlərini xalq trend eləyib ki, dəyərlidir ki, siz onu oxuyub reklam eləyirsiniz də, Ofeliya xanım. Xeyr, xeyr. Haqqına girmək olmaz. Lətifə xanım Çeşməli. Buradan salamlayıram Lətifə xanım. Gözəl xanımdır. Lətifə xanım bu mahnını məşhur elədi Azərbaycanda. Yəni bunu danmaq olmaz. Haqqına girmək olmaz. O xanım, bəli, müğənnidir. Sözləri şairi, bəstəkarı tanıdan müğənnidir. Vəssalam, şüt tamam, bu qədər. Ofeliya xanım, hüquq... Gözəl bacım, hüquq bəli. O başqa söhbət. Gəlin bir-birimizə eşidək. Aha. Hüquq başqa şeydir. Amma Ofeliya xanım, burada mən sizə hörmət eləyirəm, amma siz hörmətlə yanaşmırsınız. Düz hərəkət eləmirsiniz. Siz burada deyirsiniz ki, reklam eləyirsiniz. Mənim reklama ehtiyacım yoxdur. Mən reklam eləsəydim, bütün efirlərdə olardım. Mən, Mikail bəy, mən hansı efirdə görmüşsünüz siz? Yox, görməmişəm, amma bir dəfə telefonla danışmışıq. Yəni, bu mahnını siz Günlara Qarabağlıya halal eləyirsiniz. Siz Aytoğuzlarla reklam eləyirsiniz, Ofeliya Şabanova. Mənim sözüm dəyərlidir ki, onu oxumusunuz. Mən burada efir vasitəsindən deyirəm ki, mən müəllif olaraq heç bir yerdə oxuya bilməsiniz, qadağa qoyuram. Yaxşı, Günlara xanım eşidək. Günlara, buyur. Mikrofonum var. Bəli. Buradan Humay İmran qızıya atəşli salamlarım olsun. Allah canını sağ eləsin. Yazan əli var olsun. Mahnının ilk ifaçısı sözsüz ki, Lətifə xanımdır. Ona da dərin təşəkkürümü bildirirəm. Sağ olsun, var olsun. Amma yenə də deyirəm, mən bu mahnını çox sevmişəm, çox bəyənmişəm. Humay xanımla şəxsən özüm mənəm yazıb, mən də ona cavab qaytarmışam, demişəm Humay xanım, bu mahnını çox istəyirəm mən, bu mahnını sevirəm. Yeni aranjmanımda özüm əziyyət çəkmişəm, öz aranjmanımla mahnımı ifa eləmişəm. Yaxşı, bunu bildi. Ay Humay xanım, bu sualı da verim. Yox, bir də söz deyim. Mən şəxsən bu mahnının sözlərini Bircə deyil. bu Dostlar, bir-birimizə eşidək də nə olar? Uşaqlar bir dəqiqə. Eşidək də bir-birimizə. Mikail, mən bu mahnının aranjmançısından icazə alıb sözləri dəyişib oxuyacağım şəxsən. Necə? Deyirəm ki, şəxsən bu aranjmandan xoşum gəlir. Başqa sözləri qoyub, yeni ifamla qarşınızda olacağam. O sizin şəxsi sözünüzdür, amma siz mənim sözlərimin kəlməsini qoya bilməzsiniz, çünki müəllif hüququm var. Aydındır. Yaxşı, bir sualı da ünvanlayıram, sonra bir dueti eşidəcəyik. Bir sualı da ünvanlayıram. Bax, mən efir vasitəsindən deyirəm, mənim reklama ehtiyacım yoxdur. Xalq mənim sözlərimə dəyər verib, sözlərim də sevilib, trend olub. Və siz də o sözlərlə reklam edirsiniz. Vəssalam. Siz burada deyəməzsiniz ki, Umay xanım, mənlə reklam edirsiniz. Mənim reklama ehtiyacım yoxdur, Ofeliya Şabanova. Yaxşı, aydındır. Efir vasitəsilə Ofeliya Şabanova. Sizə qadağa qoyuram, toyda, efirdə, har olsunuz. Ay tozları oxuya bilməzsiniz. Sizin sözlərimizi nə edirəm? Heç oxumayın Ofeliya xanım. Siz burada haqsız yerə danışmayın. Mənim reklamım bahalı Onda TikTok, Instagramda silin. Halal xoşun olsun. Bir Instagramda da sil, toyda oxuduğu da sil. Silməyəcəm. Silməyəcəm Necə silməyəcəm? canım. Bundan da yekun vururuq söhbətə, dueti eşidəcəyik, sizdən dueti. Amma bir sualı verirəm, yekdil olaraq, yəni bir cümlə ilə cavab verin. Lətifə Çeşməli ilə niyə dolanmırsınız? Mənim heç bir... O niyə gülür orada xanım? Hörmətsizlik eləyir. Yox, indi... Düz hərəkətdə indi gülür. Yox, mən sual verirəm sizə. Mənim Lətifə xanımla heç bir problemim yoxdur, düşmənliyim də yoxdur, el qızımdır. Necə Mehriban, nə? Necə? Mən yeni aşk musiqisi. Humay İmran qızı idi biz telefon xəttində. Təşəkkürlər Humay xanım, var olasınız. İnşallah axşam bu musiqinin üstünə başqa sözlər oturulacaq və gözəl bir mahnı yazdıracağam. Aydındır. Odur ki, indisə o mahnını yox ha, dueti eşidək. Ana qurban duraya. Buyur. Sanki bir şahmar olup Değişip dünya tarımar olup Elə bil sanki bir şahmar olup Gelenler vurup gidenler
eman eman. Dostum gel gidey, buranı terk edey. Buradakiler hiç vermedi değer. Sıkıldı canım, karardı kanım. O gidenden yoktur hiç alım. Dostum gel gidey, buranı terk edey. Buradakiler hiç vermedi değer. Sıkıldı canım, karardı kanım. O gidenden yoktur hiç alım. Yanır yüreğim, bilenim yoktu. Akan gözyaşımı silenim yoktu. Yanır yüreğim, bilenim yoktu. Akan gözyaşımı silenim yoktu. Yeter bu kadar çektiğim zulüm. Gedey can dostum, gedey mən ölüm. Yeter bu kadar çektiğim zulüm. Gedey can dostum, gedey mən ölüm. Eman 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 eman. Dostum gel gidey, buranı terk edey. Buradakiler hiç vermedi değer. Sıkıldı canım, karardı kanım. O gidenden yoktur hiç alım. Dostum gel gidey, buranı terk edey. Buradakiler hiç vermedi değer. Sıkıldı canım, karardı kanım. O gidenden yoktur hiç alım.
Təşəkkürlər. Mehribanın gözəl ifası səsləndi. Mən sizə sponsorlarımızdan danışmaq istəyirəm ki, bizim verilişin sponsoru Türkmed klinikasıdır. Bəli, Türkmed klinikası haqqında hər dəfə sponsor kimi deyil. Gözümün şahidi olduğum üçün bax bu cür ürəkdən danışıram ki, Türkmed klinikasında müasir tibbi avadanlıqlar var. Eyni zamanda həmin müasir tibbi avadanlıqlardan yetərincə məlumatlı olan çox peşəkar həkimlərlə Türkmed klinikası sizin xidmətinizdədir ki, əsas nəyi vurğulamaq istəyirəm? Dəyərli tamaşaçılar bilsinlər, elə qonaqlarımız da bilsinlər. İcbari tibbi sığorta ilə müalicəniz Türkmeddə ola bilər. Odur ki, bir daha söyləyirəm, icbari tibbi sığorta ilə siz yaxınlaşın və sağlamlığınıza qovuşun. Və ən əsası da, yəni burada hər kəs bilir, mən hər dəfə söyləyirəm ki, terapevt, endokrinoloq, kardioloq, nevroloq, ginekoloq, uroloq, androloq, pediatr, oftalmoloq, dermatoloq, gastroenteroloq var və eyni zamanda əsas da radiologiya şöbəsindən söz açmaq istəyirəm ki, çox bahalı, yəni bu cür deyəcəm, çox bahalı bir aparat var ki, müayinədən keçəcəksiniz laboratoriyada MRT, rentgen, ultrasəs müayinəsi, yəni bildiyimiz UZI var, gözün tomografiyası var, fizioterapiya var və kolposkopiya var. Yəni bütün bunlar müasir tibbi avadanlıqlarla yerinə getirilir. Təşəkkürlər Türkmed klinikasına əlaqə saxlamaq üçün 055-242-00-76 nömrəsi aktivdir. Saç düzümünə görə isə bugün təşəkkür eləmirəm. Çünki papaq yaraşır. Eybi yox. Birini sənin üçün təqdim eləyərəm. Ruslan Əbilov bizə tamaşa eləyir. Var olsun, Ruslanı salamlayır ekran vasitəsilə və istəyirəm ki, bu məqamda Gülnara Qarabağlıya bir sual verim ki, Gülnara Qarabağlı, niyə gərginsiniz, əsəbisiz və hətta deyərdim ki, çox əsəbisiz? Doğrudan əsəbiyəm. Əsəbisiz, niyə? Çox əsəbiyəm. Niyə? Niyə? Nə bilim. Mən qalmaqalı sevmirəm. Qalmaqaldan da uzağam, heç xoşlamıram da qalmaqalı. Buyur. Amma Humay mənim üçün çox əzizdir. Aha, bizə Səylə xanım. Doğrudan deyirəm. Humay mənim üçün çox dəyərlidir. Və Humayın yaxından tanıyan biri olaraqdan deyirəm. Yəni onun həyatı, özü, yəni o qədər o mənim üçün doğma bir insandır ki. Yəni Humay görə niyə əsəbləşdir ki, Ofeliya xanım ona qarşı... İstəmərəm, heç vaxt istəmərəm. Ofeliya xanım həddindən artıq çox istəyirəm, özü bilir. Yəni biz Ofeliya xanımla yaxın münasibətimiz də belə, yəni olub, söhbətimiz də olub belə. Yəni mən İndi amma yox, əsla. Bəs niyə gərginsiniz? Sadəcə olaraq istəmərəm ki, Humayın adını, yəni mən istəmərəm ki, qalmaqalda, yəni mən ifa etdikdən sonra yarandı bu. Yəni bunu istəmərəm, yəni bu olmasın, istəmirəm. Bax, Mehribanla biz illərin dostuyuq. Mehriban bilir ki, mən necə insanam, bilir. Yaxşı, uşaq vaxtı yadıma düşdü. Bir şey deyirəm. Uşaq vaxtı hamıza sual veriblər, qohum əqrəbə, bizi tanıyanda. İndi də uşaqlığımı yadıma salaraq, mən də sənə sual vermək istəyirəm ki, mama papa yox da, mən bu cür sual verim. Humayı çox istəyirsən, yoxsa Ofeliyanı? Mən əslə qalsa düzünü deyəcəm. Yəni burada heç bir şey yox. Mən Humayı çox istəyirəm. Ofeliyanı niyə Humayı çox istəyirəm? Humayı niyə çox istəyirəm? Humay özümdür. Dürüst qızdır. Bizə adam dostudur, insan dostunu Humay çox istəyir. özümdür. Bəs niyə Ofeliyanı çox istəmirsən? Yox, Ofeliya xanımı mən Ofeliya xanım olaraqdan sevirəm. Onu o cür, necə deyim, birinci, üzr istəyirəm, Ofeliya xanımda... Mən rolikdən Pərvizə verdiyim yox, Ofeliya xanımda mərdlik var. O əqidəmiz çox yaxındır. Yəni, amma Mehriban sənə iradın bildirir ha. Buyur canım mən, buyur. Deyirəm ki, əslində Ofeliyanı çox istəməyə bilərsən. Məni də, məsəl üçün... Yox. Yəni, hamını çox istəyirəm. Çox istəməyə bilərsən. Amma siz də ondan yeni tanış olmuşsunuz da. Yox. Biz Humay xanımla tanışdığımız illər öncə idi. Yəni, anası ilə münasibətimiz var idi. Amma mən bilmirdim ki, Humay yazardı. Mən onu bilmirdim. Hələ günahımı bilmirəm. Mən onu bilmirdim, yəni. Yəni, biləndə... Humay xanımla dəfələrlə söhbət eləmişik. Əslində, günahım olmayaraqdan söhbət eləmişik. Mən efirdə canlı oxumuşam, zirvələrdə duran qartı. Mən Humay xanıma dedim, ay Humay xanım, nə gözəl ki yazmışsınız bunları. Biz müğənnilərdə canlı ifa edirik. Əgər ki, sizin haqqınıza girib hansısa bir müğənni bunu YouTube-a yerləşdirsə, siz deyəndə məhkəməyə yox, istəyirsiniz, hara verirsiniz, verin.
Amma bugünkü gün nə Ofeliya, nə Gülnariyə, nə mənə, nə heç kimə irad bildirə bilməz ki, oxuma. Bax, Mehribanın bu xasiyyətini xoşlayıram. Mehriban ki, bu cür açıq danışdı. Qoy indi bu məqamda elə Mehriban yox, Səidə Dadaşov oxusun. Buyurun. Güneşe dokunmayın, o benim sıcaklığım. Geceme dokunmayın, geceler dert ortağım. Yarıma dokunmayın, yar benim tek varlığım. Yarıma dokunmayın, yar benim tek varlığım. Canıma dokunmayın, bu canım Allah'ımın. Canıma dokunmayın, bu canım Allah'ımın. Ay aman aman aman, geceler uyuyamam. Ay aman aman aman, utanır ağlayamam. Ay aman aman aman, ellere alışamam. Ay aman aman aman, ben onsuz yaşayamam. Ay aman aman aman, geceler uyuyamam. Ay aman aman aman, utanır ağlayamam. Ay aman aman aman, ellere alışamam. Ay aman aman aman, ben onsuz yaşayamam. Aşk duraklarda eski, gemiler limanlarda. Hasret yürekte eski, gemiler yalanlarla. Sevenler ölmez derler, benim gibi severler. Sevenler ölmez derler, benim gibi severler. İçim yanıyor benim bu kara akşamlarda. İçim yanıyor benim bu onsuz akşamlarda. Ay aman aman aman, geceler uyuyamam. Ay aman aman aman, utanır ağlayamam. Ay aman aman aman, ellere alışamam. Ay aman aman aman, ben onsuz yaşayamam. Ay aman aman aman, geceler uyuyamam. Ay aman aman aman, utanır ağlayamam. Ay aman aman aman, ellere alışamam. Ay aman aman aman, ben onsuz yaşayamam. Ay aman aman aman, geceler uyuyamam. Ay aman aman aman, utanır ağlayamam. Ay aman aman aman, ellere alışamam. Ay aman aman aman, ben onsuz yaşayamam. Ay aman aman aman, geceler uyuyamam. Ay aman aman aman, utanır ağlayamam. Ay aman aman aman, ellere alışamam. Ay aman aman aman, ben onsuz yaşayamam. Təşəkkürlər, təşəkkürlər. Mən ötən dəfə də sən bu mahnını oxuyanda, incilik oldu deyə, mən istəyirəm bu dəfə də deməsəm inciyəcək. Sonra fikirləşir ki, onun haqqına girirəm. Və mən tam əminəm ki, bizə baxır, Masum Qırmızıgülü salamlayıram. Adını çəkdim. Sonra demək ki, inciyirsən. Hə, kesin dəfə də Əmrah incidir burada bəlalımı oxuyanda. Hə, odur budur, telefonuma cavab vermir. Bəli, əslində bu qarşıma. Axırda barışdınız Əmrahdan. Tarkan barışdırdı bizi. Doğrudan. Bəli, Tarkan Mən demişim, o çox gözəl ürəyi var, görürsünüz. Deyirəm ki, muğam ifaçılarında çox böyük ürəyi olur. Və sən dedin ki, Allah rəhmət eləsin Canəli müəllimə. Mən Canəli müəllimlə dəfələrlə görüşmüşdüm. İncəsənət Universitetində də görüşmüşdüm. Onun belə də çalışdığı kafedrada da, çünki mənim xalam oğlu həmin kafedrada təhsil alırdı. Canəli müəllim, Allah rəhmət eləsin, böyük sənətkar idi. Və bir balaca bir boğaz et görək, o hansı boğazı götürmüsən sən? Elə əyləşdiyin yerdən, əyləşdiyin yerdən. Gözəllər eşqinə düşdüm, nə çox cövrü cəfa gördüm.
Gözəllər eşqinə düşdüm, nə çox cövrü cəfa gördüm. O zülmü görməsin kafər ki, mən bəxti qaraya gördüm. Baxıb başdan başa Leyli və Məcnun məcarasında, baxıb başdan başa Leyli və Məcnun məcarasında, sənin hüsnünlə öz dərdimə aid məcara gördüm. Abalayam ay canım anay. Mən istədim bunu eşidim və istəyirəm ki, bu məqamda da, indi bir zəngimiz olacaq, mən Lətifə xanım Çeşməni salamlayıram. Mən az sonra zəng edəcəm Lətifə xanıma, salamlaşmaq üçün, darıxmışam Lətifə xanım üçün. O elə hərə bir nə eləyir. Görüm nə var, nə yox. Səydər, nə inirsən elə, mehriban bilir, onu eləmə. Onu eləmə. Amma istəyirəm bu məqamda, hələ ki vaxtımız var, Humay İmran qızını daha çox istəyən və Ofeliya xanımı o qədər istəməyən Gülnarə Qarabağlıdan gözəl bir ifa ilə davam edək. Buyur. Mahnımız da yeni mahnıdır. Yeni mahnıdır, ekskluzivdir. Bəli, ekskluziv bir mahnı. Xeyirli uğurlu olsun deyirəm. Buyur. Çoxdur, yoxluğun ürəyə oxdur.
çoxdur. Yoxluğum ürəyə oxdur. Sən yoxsansa, bu can yoxdur. Sənsiz yaşamağa dəymir. Sənsiz yaşamağa dəymir. Çox gözəldir və buradan deyirəm. Gülnarə Qarabağlı oxudu, gitara danışdı. Və gitaranı da danışdıran Elman Namazoğlu oldu. Alqışlayaq Elman müəllimim. Gülnarə, çox gözəl. Təşəkkür edirəm. Mən Allah öləndən özü Rəhman üçün danışdım. Rəhman müəllimə Allah can sağlığı versin. Rəhman müəllim. Bir dənə də bizim. Yox, burada Elman Namazoğlu idi. Yox, bu yox. Ümumiyyətlə bizim dünyasında. Gitara ifaçılarımız. Nofər qardaş. Nofər Süleymanovu deyirsən, hə? Yəni biz ümumiyyətlə o gitara məni çox sızıldadır da. O bilirsiniz doğrudan oxuyanla musiqi vəhdət. Ha burada Elman barmaqları var, orada. Gülnarə, çox gözəl oxumusan. Xeyirli uğurlu olsun. Öz həyatından oxumusan. Bəli. Sən bunu öz həyatından oxumusan. Nə bayaq nə dedi? Doğrudan gitara ifaçılarımız var. Ümumiyyətlə gözəl musiqiçilərimiz. Mən çox bayaq oxuyurdu, məni sızıldatdı da, məni götürdü. Mən hər mahnı məni apara bilməz. Yəni doğrudan mən yalandan durum deyim ki, bu mahnı məni apardı, yox. Yoxsa elə belə oturam, amma bilirsən niyə mahnı səni apardı? Danışır. Çünki yox, öz həyatını oxudu. Öz həyatını oxudu, gitara danışdı, sual-cavab verdilər bir-birinə, diyalog idi orada. Gülnarə bu mahnını oxuyanda, belə deyək də, yəqin ki, bu mahnını oxuyana qədər o xatirələr dilə gəlib, o görüntülər göz qabağına gəlib. Allah sənin ömür gün yoldaşına rəhmət eləsin. Və sən birbaşa bu mahnını elə birbaşa həyatından oxumusan. O sonda da o şeir formasında deməyin. Yəni mahnını oxumaq çətin oldu, hə? Çox. Çox çətin oldu. Bəli. Ömür gün yolda. Neçə ildir dünyası dəyişib? Artıq 4 il olacaq. 4 ildir. Amma gəlin belə deyək də, bu mahnını mən illər öncə oxumuşam. Heç inanmazdım ki, mahnı, illər öncə oxuduğum bir mahnı gəlib mənim həyatımı vəsf eləyəcək. Və o gün olmasın ki, mən bu mahnını hər an mən bu mahnını dinləyirəm. Və o mahnı mənim ruhumdur. Bilirsiniz nətərdir? Əslinə qalsa doğrudan da gözəl vurğuladı Səidə xanım. Musiqi insanın ruhudur. Deyirlər də, musiqi ruhun qidasıdır. Musiqini duymasan, mümkün deyil ona vəsf eləyəsən. Məsələn, mənə bəzən deyirlər ki, sən niyə lirikanı daha çox sevirsən, nəinki şən mahnılarda yaxşı oxursan. Çünki insan həyatda nə yaşayır, nə görürsə, onu da istəyir ki, musiqiyə köçürsün. Musiqi də bizim, belə deyək də, mənəvi, nə bilim, həyatımızın balalarıdır, belə deyək. Şükürlər olsun, Allah bütün balaları qorusun, üzr istəyirəm böyüklərimizdən. Mənim də bir gözəl qızım var, şükürlər olsun. Həyat onun üzərindədir, həyat odur. Buradan onu salamlayıram, öpürəm. Yaxşı ki, Nilayım varsan. Səni mənə bəxş edən insana Allah rəhmət eləsin. Amma səni verən Allaha min şükürlər olsun, balam. Var ol əzim, inşallah toyunu görək. Çünki bunu ürəkdən oxudun. Ürəkdən də bir, nə qədər, indi kimdən pul alıb təbrik edirsən? Salamlayıram. Deyərsin. Bugün bizim Eldəniz dostumuz var, Sincat Rifatçısı. Alıb. Yox, valla. Zərdablı balası Eldəniz dostumuzun bugün oğlunun ad günüdür. Ülvi balamızın, Ülvi, təbrik edirəm səni, böyük oğlan olasan, atana, anana layiqli övlad olarsan. Bir də Ağsudan dostum var, o da musiqisi nağıl ifaçısıdır. Onu da təbrik edirəm, o gün bugün də onun da ad günüdür. Erişən, təbrik edirəm səni ürəyim. Mən həm də ailəvi dostluğum var ondan. Öpürəm. Bir daha təbrik edirəm. Biraz çox alıb deyə çoxdan. Cəxi kimin ad günüdür? Salamlayıram efir qarşısında bizi izləyəcək qonaqlarımızı. Müşahid müəllim, mənim xalamın, elə bir ki, ana tərəfdən Nəsilin Ağbilsəyi, xalamın, Sevil xalamın bu gündən doğum günüdür. Təbrik edirəm xala səni. Bu pulsuzdur. Uzun ömür, can sağlığı arz edirəm. Nə yaxşı ki, xalamsan, Allah sənə uzun ömür, can sağlığı versin. Təşəkkürlər. Səidə, bax mənim kollektivimlə mənim aramı vurursan. Mikrofon götür danışanda. Uşaqlar da görür səsin gəlmir. Mən də sual verən, xahiş edirəm. Mikrofon yoxsa niyə danışırsan sən? Mikrofon oradadır. Nə? Mikrofon.
Mikrofon. Buyur. Bax buna danış. Danış. Eşidirik, nə deyirdin? Mən heç nə, mən dedim ki, gəlin bunları götürək gedək. Nəyə götürmək istəyirsən? Hamısını götür. Darıxma, hələ verişimizə var. Mən hələ Nə gecə qədər canlı vaxtımız ifam var, olacaq, dostlar? əlbəttə ki. Canlı oxuyalım. Nə qədər qalıb? Çıxaq avradan. Mənə deyin, reklamdır. Elədirmi? Yox. Hə, onda vaxtımız varsa bir ifanı da dinləyəcəyik. Yox, darıxma. Bizim Ramilimizin bir mahnısı var. Onu dinləyək. Daha sonra canlı ifalarla davam edəyik. Ramil, buyur əzizim. Tanrım surət çəkib sanki qələmlə, bağlandım sənə bütün xəyal gücümlə. Tanrım surət çəkib sanki qələmlə, bağlandım sənə bütün xəyal gücümlə. Söz sətir cümlə bə cümlə, yazılıb bəxtimiz sənlə sevgili. Söz sətir cümlə bə cümlə, yazılıb bəxtimiz sənlə sevgili. Səninlə başladı saf məhəbbətim, səninlə başladı xoş saadətim, səninlə yaşandı ən gözəl anlar, nə gözəldir yaşananlar. Səninlə başladı saf məhəbbətim, səninlə başladı xoş saadətim, səninlə yaşandı ən gözəl anlar, nə gözəldir yaşananlar. Göydə mələklər, ətrindən zövq alır açan çiçəklər, qovuşur nəhayət sevən ürəklər, qəlbimin nəğməsin dinlə sevgili. Qovuşur nəhayət sevən ürəklər, qəlbimin nəğməsin dinlə sevgili. Səninlə başladı saf məhəbbətim, səninlə başladı xoş saadətim, səninlə yaşandı ən gözəl anlar, nə gözəldir yaşananlar. Səninlə başladı saf məhəbbətim, səninlə başladı xoş saadətim, səninlə yaşandı ən gözəl anlar, nə gözəldir yaşananlar. Səninlə başladı saf məhəbbətim, səninlə başladı xoş saadətim, səninlə yaşandı ən gözəl anlar, nə gözəldir yaşananlar. Səninlə başladı saf məhəbbətim, səninlə başladı xoş saadətim, səninlə yaşandı ən gözəl anlar, nə gözəldir yaşananlar.
teşekkürlər. Mehribanın bu mahnısı bir mahnıya oxşadı. Daradı sevgilim, nay sevgilim. Bircə də, necə? Hə, qaramoruqdur sevgilim. Zaten bir dəqiqə mahnılar olsam çıxarış oldu bayım hikayə. Oxşuyur. Pərviz, bircə dəqiqə, Pərviz. Mən oynayırdım. Aha. Mən oynayırdım. Aha. Amma mən sevincimdən oynayırdım, Mehriban oxuyanda. Amma sən də oynayırdın. Sən əsəblərin onsuz da oynayıb, sən birbaşa da hansı gün oynayırsan? Onsuz sənin əsəblərin Əsəblərim oynamayıb. Birincisi sən mənə 1-0 borclusan. Çünki... Futboldur. Yox, futbol deyil. Veriliş başlayıb artıq bir neçə saatdır. Sən elə məni indi dindirirsən. Niyə səni dindirmirdin? Yatacam burada, növbəti efirdə buradayam. Yox, gözüm üstə yerim var. O heç, onu bilirsən, mən sənə çox sağ ol. Amma niyə? Çünki bilirdim ki, səni dindirsəm, o da lop pis Yox, əslində danışmaq istəmirəm. Mən hörmətsizlik eləmək istəmirəm qonaqlarımıza. Bilsəydim ki, yəni bu situasiya olacaq burada, yəni gəlməzdim mən bugün. Niyə? Hansı hadisə? İstəmirəm də, o ifaçıyla, o sənətçiylə bir yerə gəlmək istəmirəm ki, gələk, bizim əhvalımız... Qardaş, sakit oturmuşam da, gəlin bitsin verilişimiz, durum çıxım gedim, danışdırma məni. Yox, kimə görə narahatsan burada? Heç kimə görə narahat deyiləm, sadəcə keçən verilişlərin birində... Yox, əstağfurullah, sən bizim ən böyük rahatçılığımızsan, səndən nəyə narahat olaq ki? Bəs buyur, Pərviz, niyə? Keçən verilişlərin birində bir rubrik oldu. Orada bir neçə ifaçı qoydular. Gəldi, axırda çıxdı Səidə xanım Dadaşova. Səidə xanımla bağlı mən bir-iki söz işlətdim. Elə verilişdən çıxar-çıxmaz o STV-nin pilləkənlərini düşürdüm ki, bir görüm telefon zəngi gəlir mənə. Mən tanımıram Səidə xanımın yoldaşını, salamlayıram buradan. Maqa məni yığıb ki, sən nə həddə o sözü deyirsən? Sən deyirəm, qardaş, təhqir eləməmişəm, tənqid eləməmişəm, sadəcə fikir bildirmişəm. O söhbətimiz bizim efirdə qaldı, söhbət bir kənarda. Bizim söhbətimiz çöldə artıq başladı davam eləməyə. Ona görə də Səidə xanım, mən sizinlə yenə edirəm, dalaşmıram, bu günləri bir problem yaşamırıq. İstəmirəm artıq qalmaq söhbət. Səidə xanımın ömürgün yoldaşı sənə nə dedi? Orada bizim bir məsələmiz olmuşdu. Mən Səidə xanımla, sizlə problem yoxdur, sadəcə efirdə səsləndirdim. Sizin yoldaşınızın mənə dediyindən sizin xəbəriniz yoxdur. Ümumiyyətlə, yəni yoldaşım yığa bilər əlbəttə ki, çünki... Niyə yığır ki? Yox, hər adamın, yəni məqsəd nə idi? Yəni o söz niyə deyildi orada? Yəni... Niyə deyildi? Ay qardaş, fikrimi bildirmişəm də, azad sən bilirsən, mən sözüm gələndə deyən adamam, mən birbaşa sözümü demişəm. Mən orada təhqir eləməmişəm, dedim, rəhmətli sənətkarımızın qızıdır. Sənətkar ocağından çıxan, böyüyən bir insandır, bir xanımdır. Okey, sənətkardır, qoy deyə rahat olsun. Amma dedim, sənətin üstündə işləmir. Sənətin üstündə işləmir, axır illərdə bir ifasiya, bir mahnısı yox. Bir də o bir səsləndə bir ayama mahnısın. Belə eləyəndə artıq o gəlir ağlıma. Nə gəlir ağlıma? Mən oynayanda... Könül xanım səsləndirmişdi. Canım mənim, mən onu oynayanda, mən rəqsizlikdən örgənim. Mənə maqa çıxdı, maqadan sonra bir başqa adam zəng vurdu. Yəni, belə bir şeylər lazım deyil. Mən burada artıq söz deməmişəm. Onu demirəm. Şəxsiyyətimizə əstağfurullah alçaldacaq söz deməmişəm. Yəni, burada fikir bildirmişəm. Yəni, bu... Allah ölənlərə rəhmət eləsin, ay Mahsun Qırmızı Gül. Yəni onun oxumuşam, əcəb eləmişəm. Ona da reyting verdim. Gəc ifaçıdır. Əcəb eləyib oxumuşam. Ya yığıb ki, niyə mənim yoldaşımın haqqında bu fikirləri bildirmişsən? Nə problem yaşayırsınız? Yox, təhqir getmir. Orada mən onu ifaçı... Nəsə orada olub axı bir başqa söz. Durduğu yerdə heç vaxt heç kim... Orada olub ki, mən demişəm ki, Səidə xanımı... Son illərdə, son günlərdə qəbul eləmək istəmirəm, ifaçı kimi görmürəm. Çünki üzərində işləmir, son illər mahnıları yoxdur, yeni proyektlər yoxdur, layihələr yoxdur. Yəni, mən buna bildirmişəm. Yəni, mən başqa bir söz deməmişəm. Yox, orada nəsə bir fraza olub ki, nəsə toxunub. Nə demişsən? Yəni, onu bilməz durduğu yerdə. Valla, mən dediyimi yenə deyirəm sənə. Bir də təkrarlayamayacağım. Demişəm, son illər üstündə işləmir, layihə yoxdur, proyekt yoxdur. Nə işləmir? Ayaman oxumaqla işləmək olur. Yox, Ayaman birincisi, hamı bilir gözəl ki, mən gəlib bu mahnılarla sayədə olmamışam. Məsəl üçün, mənim o devirdən bu devirə istənilən mahnılar var ki, biz deyir, palaza bürün, ellə sürün məsələsi. Bizim gəlirimiz, yəni belə baxındığı zaman el şənliklərimizdir. Və bir müəyyən mahnılar var ki, biz onu oxuyuruq. Və bilirsiniz necə, Qırmızı Alma mahnım elə 7-dən 70-ə, onu mənə, indi
O deməkdir ki, mən elə durub gedib bəstəkardan mahnı, elə o da bəstəkardır da. O mənə o mahnını Yaxşı, bir şey bildim. hədiyyə etdi və mən bu mahnını Səidə, artıq... Bilirsən ki, sən də mənə əzizsən, Mağada əziz deyil mənə. Söhbət ona getmir. Yox, bir şey deyim. Yaxşı, siz yaradıcı insansınız. Mağanın da sahəsi başqa. Bəs niyə Mağa zəng eləyib? Bəs mənə o pis gəldi ki, Səidə xanım barəsində mən elə bir, yəni, yenə deyirəm, mənfi elə bir pis söz işlətməmişəm də, ona toxunacaq dəyəcək. Yaxşı, sən zəng eləyib, sən təhdid elədi. Yox, o təhdid çox elə bilməz. Sadəcə dedi ki, niyə bunları sən demişsən, belə bir başqa tonlanır. Çünki o kadrı tapsaz, o kadrı tapsaz, mən heç bilmirəm. Mən öz-özümün ağasıyam, durub o formada zəng vurmaq, elə bir danışmaq, yəni mənə xoş deyildi. İndi bir dəqiqə durun da. Mən sizi başa düşürəm ki, o nə deyibsə özü bilər, kişidir. Bizim evdə kişinin sözü keçir. O zəm. Amma onun üçün Mağanın sözü keçmir axı. Yox, söhbət yox. Sizin evdə kişinin sözü keçir. Ay Səidə xanım, sizin üstünüzdə, sizin sənətinizlə camiyyəyə aidiyyət olmalı kişini deyil. yığar ki, məsəl üçün, o biri var ki, mən başlayıb onun sənə zəm vurub desəydim, sən deyərdin ki, nə olub Səidə xanım, sənət həmkarıyıq. Burada başqa söhbəti, amma onun başqa cür xətrinə dəyib. Çünki o bilir ki, mən doğrudan heç kimdən işim olmaz. İkincisi də ki, bəli, bugünkü gündə, mən gündə inkubator kimi, məsəl üçün, müəyyən insanlar var ki, gündə bir mahnı çağırır, 2 günə unudulur. Bizim sənətkarlarımız var ki, ildə bir dəfə, 2 ildə, 5 ildə bir dənə mahnı çıxardırlar. Hansı bir mahnı çıxardınız və illərdir qalmışsınız gündəmdə? Hansı? Bir dənəsini deyim, mən su deyəcəm. Hər bir şey, bax, Saadət mahnım, elə budur Saadət, Nadir Əzimov. Güldəstə mahnısı 2006-dan bu yana, möhrünü necə vurmuşam, elə də, bu hər yerdə də oxunur. Ondan sonra sevdim səni, onu 7-dən 70-ə kimi bilirlər. Ondan sonra Sahidə can, olmuşam sənə qurban. Yəni biz onu da evdə. Ondan sonra Qırmızı Alma mahnım. Hətta bunu mənə Mubək Rəhmətullayev hədiyyə etdi. Mehriban bir də mahnı oxudu, incimişəm özümdən. Respublika oxudu onu. Onda Mehriban deyir ki, vurdum möhrə oturdum. O qızın axşalı var. Onda oxudu dayansın ki, mən bitdim də, bu ilə mənim sənətim bura qədər. Qırmızı Almanı bəli, çox insan oxuya bilər. Amma onun, bilsiz necə, hətta mənə zən vurdular, dedilər ki, Səidə xanım, sizin mahnınızı kimsə oxuyub, özbəklər. Hətta bu dərəcədə dedim, xeyr, mən heç vaxt danmıram. Bu mahnı özbək mahnısıdır. Ulbuk Rəhmətullayev sadəcə mənə hədiyyə etdi və özü mənə dedi ki, mən bilməzdim ki, bu mahnı Azərbaycanda bu cür sevdirərsən. Artıq hamı elə bilir, o mənim hətta mahnımdır. Amma mən heç vaxt danmıram. Mən demirəm ki, mən kimsə, möhür deyil, sənətdir. Mən sənətimi göstərirəm. Ay, möhür vurmuşam. Zaten mən artıq sözümü deyən insanam da. Yəni, az-çox özümə görə kütləm var. Çox sağ olsunlar. Və yəni, sən dediyin o büdcə ki var, mən bugünkü gündə az büdcə ilə bir yoldaşımızla nəyəsə çalışırıq etməyə. Bəli, mən bugünkü gündə imkanım yoxdur. Mən durum 5 min, 10 min, 15 min, 20 min. Çünki o... Valla, indiki zamanədə heç o büdcə lazım deyil. Yox, elə deyil. Valla Səidə xanım lazım deyil. Lazımdır. Məsəl üçün, mən başqaları kimi başqa bir şey gəlirim yoxdur. Sırf toy şənliyidir və sırf mən gedib kimisə sponsor tapmıram, kiminləsə reklam olunmuram. Şükür Allaha. Cəmaata rəqsi biz örgədirik. Rəqs etməyi bizdən örgənirlər. Biz illərdir biri gəlmişik. Cəmaat o xırdalıqları, milizmaları bizdən örgənirlər. Çıxış edir də bayaqdan danışır. Səni qane eləməyən nədir bəs? Qardaş, Səidə xanım özü üçün danışırdı. Yəni, mən yenə öz fikrimdəyəm. Özü üçün danışır. Gəlin bunu, bəlkə indi burada əyləşiblər, qonaqlarımızı qarışdırmaq istəmirəm. Gəlin bunu bir sorğu eləyin görüm. Əksəriyyət görüm, mənim fikrimi düzgündür deyə vuracaq, yoxsa Səidə xanımın? Və buradan artıq götür ki, gələndə dedi ki, mən bilsəydim ki, bu sənətçi buradadır, mən getməzdim. Yəni bilsəydin... Mən gəlməzdim. Bəli. Ya bu nə idealıq gəlir? Bu nə? Bu nə prizma? Yəni istəmirdim də, üzdə. Çünki onun yoldaşını mənə telefon danışığımızdan sonra... Səidə xanım, yenə deyirəm, sizin yoldaşınızla mənim 1 saat telefon danışığım olub. O zəngdəki olan söhbətlərdən sonra mən istəməzdim ki, sizlə mən burada... Anonsda dünən başımız qarışıqdır, biz rayondan toydan gəldi. Köməkçim eləyib, yəni görməmişəm həqiqətən. Mən bilsəydim ki, siz bugün buradasınız, vallahi mən gəlməyəcəkdim. Mən bugünkü gündə sizin duetinizi də Instagramda da... Mən geri gələndə səni ümumiyyətcə həyatda görməmişdim.
Yəni belə baxsan. Yox, görmürsünüz, çox Allah şeytan görüşmüşük. ölən. Yox, amma yəni mənim Dediyiniz toy məclislərində, tədbirlərində görüşmüşük. Allah şeytana nəhlət eləsin. Sözü mənə atan, yəni. Əzrail. Amma istəyirəm ki... Valla, gəncdir, mən ona uğurlar arzulayıram. Duetləri də çox gözəldir. Təşəkkür edirəm. Ola bilər də kimə deyirəm, kimin nəsə qutaranda sözləri deyir, bir də saydaya daş atır. Vallahi mənə sizə daş atmaq lazım deyil. Bizə də, Maqam mən də tanıyıram. İndi təsəvvür elədim Maqam necə zəng eləyib. Amma buradan deyirəm ki, Maqam, mənim qonaqlarımla işin yoxdur. Yəni, Pərvizə zəng eləsən mənim verilişimdə baş verən hadisəyə görə. Zəng eləsən, Səidə, demirsən, sən qarışma. Maqam, mən səndən üz-üzə gələcəm. Amma mən buradan sözümü deyirəm. Pərvizin dili də var, dilçəyi də var, Pərviz sözünü deməyə yox, mənim verilişimdən sonra sənə zəng eləsə, Səidə xanım ki, hal-hazırda deyir, kimin sözü qutaranda deyir, mənə daş atır. Vallahi məni bugün sizi daşlamaqla gündəmə gəlmək, nə bilim, reklam tutmaq bugün gərək deyil. Dostum. O kimlərinsə mansızdır, bizdə başqadır. Yox, səsi fərq etmir. Sizdə başqadır. Yəni sizdə başqa ola bilər. Deyir, ay daşadan vaxta var, daşın da öz vaxtı var. Amma bu vaxt o vaxt deyil. Necə? Atmacaya qalsa elə atmacalar var, elə sözlər var. Mənim sinəm doludur. Deyir, sinəm məsələsi yaralıdır. Yaralıdır. Amma Ofeliya Şabanovanın... Amma ki, nə olsun? Aha, bir vaxt ifa eləyəcəksiniz. Amma sözlər haqqında, bu sözlər orada gördüm. İstəyirəm bir canlı ifa eləyim. Canlı, hə? Uşaqlar, bir dəqiqə. İstəyirəm canlı ifa eləyim. Bu gözəl sözlər yadımıza gəlir, Mikail mənim. Keçən dəfə buradan Tovuz əhlini salamlayıram. Orada dedim, mənim bir dədəm var, Camaşir dedi. O rəhmətə getdi. Allah rəhmət eləsin. Hə, inarsız deyəndə də dedim çox. Deyirəm, Allah qurban olun, bir dənə dədə tapmışdım, onu da əlimdən aldı. Camaşir dədənin 70-ə yaxın yaşı var idi. Onun o vaxtı xanımı, Məhbubə xanım, Allah ona da qənin rəhmət eləsin, Camaşir müəllim üçün bir şeir yazmışdı. O bir-birini sevən vaxtı sevgili olublar. Qızı bilməm deyəsə vermək istəməyiblər. Onda şeir yazmışdı Camaşir dədəm üçün. Mən istəyirəm o şeiri bir musiqiləşdirib, icazə versəz. Allah Camaşir dədəmə qəni rəhmət eləsin. Elnara bacım, var olasınız. Kalbim bir şişedir, kalbim bir şişedir vermişem sana. Ya sakla, ya sakla, ya söndür özün bilərsən. Bir gəncin tavləyi sənin əlindən. Yağlat, ya güldür, özün bilərsən. Özün bilərsən.
günümün dermanı gel. O gitti derdimin dermanı gel. Gelen hoş günümün dermanı gel. Alım yollarının kurbanı gitti. Alım yollarının kurbanı gitti. Beni sındırmazdı zaman ayrılığı. Beni sındırmazdı zaman ayrılığı. Aman ayrılık, yaman ayrılık. Aman ayrılık, yaman ayrılık. Beni canevimden vuran ayrılık. Beni canevimden vuran ayrılık. Aman ayrılık, yaman ayrılık. Aman ayrılık, yaman ayrılık. Beni canevimden vuran ayrılık. Beni canevimden vuran ayrılık. İçimde sızlayan yaman ayrılık. Derdimi sızlayan yaman ayrılık. İçimde sızlayan yaman ayrılık. Kalbimde beni sındırmazdı zaman ayrılık. Bəli, qısa reklam fasiləsinə ayrılmadan öncə Ofeliya Şabanovadan canlı gözəl bir ifanı dinlədik. Ofeliya xanımın şötünə də yəni çıxdı da maşallah. Gələn efir. Hə, yəni Gələn efir. çıxdı da. Reyting verdiniz də ona Ofeliya xanım. Halal olsun, oxumasaydınız vallahi heç tanımayacaqdım ki bu oğlan kimdir. Amma yoldaşımız mənə başqa söz deyirdi. Bundan artıq nə deyim? Yoldaşımız mənim 2 il bundan qabaq oxuduğum mahnını dedi ki, biz ona qulaq asmışıq. Məndə də elə xəsət var, mən də reyting verirəm. Sağ olsun Ofeliya xanım. Valla sizdən gələn reyting bu mənə gərək lazım deyil. Yetərincə reytingimiz də var, reklamımız da var, hər şeyimiz qaydasındadır. Gördüm elə, görürüm. Gəlin belə eləyək. Görürüm elə, yox. Bircə dəqiqə, çox üzr istəyirəm. Mən qonaqlarımızın hər birinə təşəkkürümü edirəm. Şükür elə. Səidə xanım, çox üzr istəyirəm. Gəlin. Nə təklif edirəm? Sabah.
yoldaşım heç kimi təhdid eləmir, belə sözlərlə dəqiqə, lazım Səidə deyir. xanım. Özünə prim qazanma, prim qazanma. Mənim yoldaşım sadəcə Sizin kişidir. yoldaşınız məni Sən təhdid burada eləyə də dedi ki, bilməz. yəni sənin nə problemin Saidə ilə var? Bu sadəcə soruşur. Yəni burada normaldır. Sabah məsəl Ofelia xanımın da yoldaşı nəsə soruşa bilər. Qadın, yəni mən qadını yığardım. Yəni kişini məni yığmaq mənim ümumiyyətlə şey yoxdur mənim psixologiyamda. Kişidir, indi ona nəsə toxunub o sözdəki. Çünki kişinin psixologiyası başqa cür olur. Ofelia xanım, siz yəqin yaxşı bunu bilərsiniz. Mən onu başqa cür anlaya bilərəm, amma kişini başqa cür anlaya bilər. Yəni bu deyir ki, başa düşmürəm, bu qədər oturdun. Ofelia xanım sənə reyting verdi. Başa sən bu qədər, yəni mən də verdim. Yaxşı, gəncsən. Hadi koçum. Show biznes atladın. Xanım, sizə səni reyting, tanıdılar. vallahi mənə Yazın, lazım deyil. şok, Sizin özünüzə reyting bu dəqiqə o yerdə deyil. Siz mənə necə reyting verə bilərsiniz? Bəsdir də, inşallah. Başdan ayağa mən doğulandan, mən siz- ümumiyyətlə Saidəyəm, Dadaşoyam və artıq bu ad, bu familiya, soyad, belə. Amma mən Tanımayacaqdınız. hörmətimi də, sevgimi də özümə görə qazanmışam. Canım mənim. Ona görə bu normaldır. Gəncsən, biraz özünə prim qazandın, eybi yoxdur. Mən bu primi qazandırdım, reyting verdim. Yəni Səidə xanım deyir Canlı ki, ifamdan da söndürdüm. Amma valla mənə prim Yəni, lazım deyil. Siz tərəfdən gələn. Pərviz deyir ki, mənə bu reyting lazım deyil, amma eyvallah, nə edirik? yaxşı. Sabah, İşinlə məşğul. sabah. Ofelia Şabanova da, Pərviz də, Ramil dostumuz da, sabah vaxtınız var da, Gülnara xanım da, Səidə xanım da, Mehriban xanım da, gəlin, mən xahiş edirəm. Bax, bugün sabahları inşallah burada mən dəvət eləyərdim, amma sabah 6-cı gündür. Sabah ARB-dəki verilişimdəyəm. Sabah ARB-dən sizi salamlayacağım Günaydın Azərbaycandan. Necə? Çağıracağım. İnşallah. Tezliklə. Minnətdaram sizin hər birinizə və çox sağ ol deyirəm ki, Canlı da oxuya bilməz. burada qalmağa deyirəm. Gözəl mahnılar ifa elədiniz. Mən canlını elə oxuyaram ki. Nə oldu? Nəysə də, danışmıram. Bilmir axı, necə oxusun? Yox, o sözlə qətir razı Mən deyiləm. oxuyardım canlı, görüm nə Xalq onu oxuyardı. təsdiq eləyər ki, çünki mən ayın 30 günə 7 saat, 8 saat toy oxuyan adamam. Nə olsun, mən də 86 günün 86-sında toydayam. Valla, mən canlı oxuyanda siz bəlkə də başqa işlə məşğul olursunuz. Mən hansı işlə? Yox, təhqir eləmir. Hansı işlə? Hansı işlə? Yəni evdə uşaq saxlayırdınız, ya başınız madəyə qarışmışdı, bilmirəm nəyəsə, yəni mənim oxumağıma siz ümumiyyətcə fikir bildirə bilməzsiniz. Ay Allah, sənə qurban. Təşəkkür eləyirəm. Doğrudan. Gəlir mahnımız. Baby, Disney Baby. Var olasınız, çox sağ olun. Alıb səni apararam uzağa, sevən qəlbə yoxdur qorxu qadağa. İnadımdan dönən deyiləm daha. İnadımdan dönən deyiləm daha. Ata-anam qoymasa da mənimsən, yerindən oynasa da mənimsən. Ata-anam qoymasa da mənimsən, yerindən oynasa da mənimsən. Buğdasına aşık olan zəmiyəm, sahilinə həsrət qalan gəmiyəm. Evmi yıxan qara sazın sevmiyəm. Evmi yıxan qara sazın sevmiyəm. Dağ çayları qaynasa da mənimsən, yerindən oynasa da mənimsən. Dağ çayları qaynasa da mənimsən, yerindən oynasa da mənimsən. Zalım qızı nə durmusan qəsdimə, yandım axı, bax oldum at üstümə. Nəslin kökünü cum çəksə üstümə. Nəslin kökünü
tökülücüm çəysə üstümə Qardaşların doğrasa da mənimsən Atan anan verməsə də mənimsən Qardaşların doğrasa da mənimsən Atan anan verməsə də